Həyatımızda nə qədər insan varsa, o qədər ünsiyyət modeli var. Amma bəzi insanlar var ki, sizi idarə etməyin, manipulyasiya etməyin və sizi nəzarət altında saxlamağın bicliklərini bilirlər və daim tətbiq edirlər. Narsistlər və məişət manipulyatorları məhz belə insanlardır. Fərqində olmadan onların toruna düşürsünüz. Onların dediklərinə inanır, haqqınızdakı fikirləri ilə özünüzü qiymətləndirir. Onların oyunlarına cavab verdikdə isə daha da dolaşırsınız. Amma dünyada pozulmayacaq oyun yoxdur. Sadəcə siz daha yaxşı oyunçu olmalısınız. İndi isə narsistlərin və digər manipulyatorların işlətdiyi bəzi strategiyaları sizə açıqlayacağam. Əgər onların manipulyasiya üsullarını anlasanız, onları asanlıqla tərksilah edə bilərsiniz. Ən çox yayılmış narsist taktikalarından biri tərif üstəgəl gözlənti modelidir. Əvvəlcə sizi tərif edərək psixoloji olaraq yumşaldarlar, sonra isə sizdən nəsə tələb edərlər. Sən həmişə mənim ən yaxın dostum olmusan, məni heç vaxt tək qoymamısan, bu məsələdə səndən yoxdur, bunu bircə sən bacararsan. Onlar sizin duyğularınızdan faydalanmağı məharətlə bacarırlar. Bu sözləri eşitsəniz dərhal həyəcanlanmayın, biraz durun və düşünün. Çünki bu tərifin arxasında gizli bir mesaj var. Mən sənə bu sözləri deyirəm ki, sən mənim istədiyimi edəsən. Əgər tərif səmimidirsə qəbul edin, amma emosional borc kimi qəbul etməyin. Başqa bir taktika tənqid üstəgəl günahlandırma modelidir. Onlar nə isə düz eləmədiyinizi deyir, sizi tənqid edir, sizdə günahkarlıq hissini oyadır və özünüzdən şübhələnməyə vadar edirlər. Məqsəd sizin özünüzü müdafiə keçmənizə və onların sizi bağışlaması üçün nəsə etmənizə nail olmaqdır. Sən əvvəllər çox yaxşı idin, amma son vaxtlar qəribə olmusan. Mən sənin üçün hər şey eləmişəm, amma sən bu günlərdə məni başa düşmürsən. Bu ifadələr insanı düşünməyə və daxili mühakiməyə vadar edir. Bəlkə doğrudan da düz eləmirəm. Görəsən doğrudan dəyişmişəm? Bu sualları özünüzə verdikcə onların sizi idarə etməsi üçün qapını aralamış olursunuz. Bu təliyə düşməyin. Tənqidləri dərhal özünüzə götürməyin və məntiqli düşünün. Onların tənqidləri sizi yox, onların düşüncələrini ifadə edir. Başqa bir taktika isə qurban rolu üstəgəl günahkarlıq modelidir. Özlərini qurban kimi göstərərək sizin özünüzü günahkar hiss etmənizə nail olmaq narsistlərin sevdiyi strategiyalardandır. Burada oyunu sizin vicdanınız üzərindən qurarlar. Əgər bu oyunu fərq etməsəniz, onları daim xilas etməyə çalışacaqsınız və bu sizi emosional olaraq tükədəcək. Mən sənin kimi güclü deyiləm, ona görə mənə kömək etməlisən. Gör nə qədər problemim var, heç kömək eləyənim də yoxdur. Hər öz kefindədir, heç kimin vecinə deyiləm, amma sən onların tayı deyilsən. Bu cümlələrin məqsədi sizi günah hissinə qərq etmək və sizin onları daim dəstəkləməyinizi təmin etməkdir. Belə vəziyyətlərin fərqində olun və heç kimin emosional yükünü daşımağa borclu olmadığınızı anlayın. Onların qurban roluna girərək sizi istismar etməsinə imkan verməyin. Unutmayın ki, narsistlər və məişət manipulyatorları sizin emosional vəziyyətinizdən faydalanırlar. Ona görə də sakit və soyuqqanlı olun, tələsməyin, cavab verməzdən əvvəl düşünün, özünüzü müdafiə etməyin və onların oyunlarını pozun. Güclü suallar, beyin qarışdırma, hipnotik təsir və əks manipulyasiya texnikalarını öyrənin. Ünsiyyətdə ustalaşmaq istəyirsinizsə, NAT-dan faydalanmaq əla seçimdir. Baharın gəlişi münasibəti ilə 2 möhtəşəm kampaniya start veririk. 25 martda başlayan Super NAT kampaniyası və 31 martda başlayacaq NAT koçları kampaniyası dəyişim alətləri ilə xidmətinizdədir. Hədiyyələrlə zəngin bu kampaniyalar barədə məlumat almaq istəyirsinizsə, nömrənizi mənə yaza bilərsiniz. Unutmayın ki, bir insan sizi daim günahkar hiss etdirməyə çalışırsa, onun məqsədi sizi düzəltmək deyil, sizi idarə etməkdir. Fikirləriniz çox maraqlıdır.